Hər vaxtınız xeyir olsun, dəyərli şagirdlər və valideynlər. Əgər sən gələcəkdə ali təhsil almağı hədəfləyirsənsə və yaxud ali təhsil almağını istədiyin övladın, yaxının varsa, bu video sizin üçündür. Diqqətlə videoda deyəcəklərimə qulaq asın. Biz də bildiklərimizdən sizlərlə paylaşmağa çalışacağıq. Sonra fikirlərinizi videonun şərh hissəsində yazarsınız. Şagirdlərimizi təhsildən soyudan səbəblər nələrdir? Biz nə eləməliyik ki, bu problemlərimiz olmasın? Sən bunu övladın 11-ci sinifə çatmadan etməlisən ki, sabah 10-cu sinifdə, 11-ci sinifin mart ayında daş atıb başını tutmayasan ki, vay mən düzgün seçim eləmədim, müəllimlər alıb pulumu yedilər və müəyyən fərqli problemlər yarandı. Uşağı dərsə cəlb eləyə bilmirəm, uşaq sözümə baxmır və s. Ona görə gəlin bu hissələr bəndlər şəklində və mən bunu silsilə şəkildə bu videoları davamlı şəkildə paylaşacağım sizlərlə. Siz də əgər abunə olsaz, fikir bildirsəz, bu da bizim üçün bir motivasiya olar. Mən görürəm ki, abunə çoxdur bu videoya və bu tip videolarımızın davamını inşallah gətirərik. Birinci məsələ düzgün ixtisas seçimidir. Baxın, düzgün ixtisas seçimi deyəndə biz elə bilirik ki, 11-ci sinif uşaq blok imtahanı falan verir, o avqust ayına yaxın ki, o ixtisaslar çıxır, ixtisas seçimi eləyirlər. Bu deyil ixtisas seçimi. O ixtisas seçimi deyə adı üstündə, o heç ixtisas seçimindən öncə qrup seçimi olmalıdır. Uşağını, övladını zamanında 8-ci sinifdən, hətta 7-ci sinifdən bilməlisən ki, mən uşağı hara yönəldəcəm. Və əgər sən də övladın da yəni hara yönələcəyini bilmirsinizsə, ikiniz də, yəni sən də bilmirsən, övladın da bilmir. Sən o uşaqdan nə nəticə alacaqsan? 8-ci sinifdə, 9-cu sinifdə səndən qorxduğu üçün edəcək, yəni gedəcək o tərəfə. Amma 10-cu sinifdə və 11-ə çatın artıq o uşaq böyüyəcək və bəlli bir itaətdən çıxacaq. Bundan sonra da problemlər başlayacaq. Bəlkə də ola bilər güc, zor hesabına, baskı hesabına sən o uşağı bir tər 180-200 bal yığdırıb, bir yerə qəbul etdirib, yəni zülm, zillətlə də oxuda bilərsən və yaxud keyflə hər necə oxuda bilərsən. Amma ondan əmin ol ki, yaxşı bir mütəxəssis olmayacaq. Boş-boşuna 2 il, 3 ilin buradan, 4 ilində oradan universitetdən itirmiş olacaqsan. Onun əvəzinə, ondansa uşağını düzgün şəkildə, yəni birinci növbədə bir valideyn uşağını tanımalıdır. Yəni bir zəhmət at telefonu qırağa. Çünki mən xatırlayıram, burada valideynə yazıram ki, uşağından telefonu ala bilmirəm. Baxıram ki, orada valideynin də əlindən telefon düşmür. Sənin də əlindən telefon düşmür, uşağın da əlindən telefon düşmür. Yəni o uşaq aşağı-yuxarı sənin əsərində. Yəni səndən nə öyrənirsə, o da onu bir başqa, biraz da təkmilləşmiş formada tətbiq edir. Bir zəhmət, necə ki, biz bir maşın alanda girib ekspertiz elətdiririk, yoxladırıq, nə bilim, paltar alanda girib rəylərini filan hər şeyi oxuyuruq. O cürdə övladımızla bağlı bir ixtisas seçimi eləyəndə, bir qrupa yönəldəndə öncədən bütün detalları düşünmək lazımdır. Lazım gələcək tanıdığın onlarca, yüzlərcə insandan məsləhət almalısan, övladının fikirlərini bilməlisən, sənin övladın nəyi sevir, nəyi sevmir, onları ovucunun necə kimi bilməlisən. Necə ki, xoşladığı yemək bilirsən, nə bilim, filan yemək duzlu mu sevir, duzsuz mu sevir, bunları bildiyin kimi onun xarakterində təhsilə olan marağını, hobbilərini, dünya görüşünü, bunlarla da bağlı məlumatın olmalıdır. Vallahi bizim uşaqlar 1-ci, 2-ci sinifdə oxuyur. Hər fəndən bir damcı axsaqlığı olan kimi dərhal gedir, məktəbə narahat olmağa başlayır. Təbii ki, bunu bütün valideynlər etməlidirlər. Nəyi demək istəyirəm? Əgər sən bunları da bacarmırsansa, təbii ki, bununla bağlı hal-hazırda səhv eləmirəmsə müəyyən bir müəssisələr var, təhsil müəssisələri var. Onlar uşağını aparsan ora, o sənə uşağına suallar verir, nəyi xoşlayırsan, nəyi xoşlamırsan, ona psixoloji suallar verir, dünya görüşünə bağlı suallar verir, onun tam fikrini alır və ona uyğun orada mütəxəssislər uyğun bir ixtisas çıxarırlar ki, hə, buyur, bu sizə uyğundur. Təbii ki, o da sənin üçün bir vasitələrdən biri olmalıdır. Yəni, onu da götürürsən əlinə, yenə də uşağını sən və əlindəki o dəlil, ekspertin dəlili, onlarla bərabər uyğun bir seçim edə bilərsin. Mən gələcək videolarda əgər elə bir uyğun, güvəndiyin bir yer olarsa, onların tövsiyəsini eləyəcəm ki, hə, baxın, belə bir yer var, buyurub, məsələn, uşaqlarınızı oraya yönəldə bilərsiniz, əgər seçim probleminiz varsa.
Bu birinci məsələ və düzgün ixtisas seçimi olmayanda uşaq o dərsi sevmir. Nə edirsən elə. Uşaq o dərsi sevməyəcək və insan da sevmədiyi bir şeyi nə qədər çox eləyə bilər. Yəni bir şeyin ardına çox gedir. Yəni sanki bir adam işə necə gedir? Yəni belə sevmədiyi bir işi necə iş xatirinə, maaş xatirinə gedib gəlirsə, o da ixtisası o cür yanaşacaq və nəticədə istədiyin balı toplamayacaq, pulluya girəcək və böyük problemlər başlayacaq ya da ki, ümumiyyətlə atacaq o ixtisası, yəni böyük problemin olacaq. İkinci məsələ düzgün müəllim seçimi. Təbii ki, sənin övladın hazırlaşırsa, düzgün bir müəllim seçməlisən. Yəni bu müəllim qohumumuzdur, uşağın sinif müəllimidir, filan, nə. Yəni bəlli məsələdə hamımız bilirik ki, artıq məktəb təhsilini təbii ki, müəyyən məktəblər istisna olmaqla, yəni dövlət məktəblərinin əksəriyyəti hamısına şamil eləmirəm. Əksəriyyətində təhsil səviyyəsi bəlli məsələdir. Bu və ya digər səbəblərdən hər nədənsə bilmirəm ki, demirəm ki, hamınız bunu məndən gözəl bilirsiniz. Yəni məktəblərin təhsili haqqında yaxşı fikirlər almaq olmaz. Yəni məktəb təhsili ilə bir uşaq sadəcə məktəb təhsili ilə gedib bir yerə çata bilmir. Təbii ki, məktəb dərslərində elə yaxşı informasiyalar var ki, onlarla nəsə eləyə bilər. Amma dərsə verilən vaxtmı deyim, sinifdə uşaqların qeyri-bərabərliyi mi deyim, bax, problemlər çoxdur. Yəni müəllimin özünə görə səbəbləri var. Məktəb mühitinin, məktəbin özünə görə səbəbləri var, şagirdin özünə görə səbəbləri var. Mən bunların hamısını məktəbin üstünə atmıram. Təbii ki, 30 uşağı 45 dəqiqənin içində bir müəllimin qarşısına yığsan, o müəllim onların nədir? Sadəcə o 45 dəqiqə onları sakitləşdirə bilər. Dərs keçə biləcəkmi? Məktəbə dərs keçən var ki, deyə bir cümlə hamının dilindədir. Bu yazıq niyə dərs keçə bilmir? Məsələn, sən gedib onu neçə dəfə aidiyyəti qurumlardan filan tələb elədinmi ki, bu sinif bölünsün filan. Bəlkə də normal şəkildə valideynlər yığışarsa, nələrsə edərlərsə, öz məktəblərində də nələrsə edə bilərlər. Bu, yəni ayrı bir məsələdir. Bizim mövzumuz bugün onun haqqında deyil. Düzgün müəllim seçimi olmalıdır. Əgər sənin məktəbində tutaq ki, uyğun bir müəllim yoxdursa, tapa bilmirsən və yaxud yaşayırsan ucqar kənddə, və orada sənin seçimin yoxdur, bir müəllimdir, istəsən istəməsən o müəllimdir və sənin uşağın da o müəllimi heç cür öyrənə bilmir. Bu təbii haldır. Buna görə sən uşağı qınaya bilməzsən. Nə edəcəksən? Hal-hazırda ölkənin demək ki, əksər yerində internet var. Əgər sən bu videonu dinləyirsənsə, deməli dərs videosunu dinləyə bilərsən. Ölkənin əksər yerində internet var. Uşağı qoşursan onlayn dərsə, müəllim onlayn öyrənmək olurmu? İnanın sizlərə yüzlərlə yox, minlərlə fakt göstərərəm ki, həm müəllim, həm də şagird onlayn olaraq hazırlaşıb daha yaxşı nəticə göstəriblər. Çünki onlayn imkanları daha genişdir, daha rahatdır. Videonu uşaq geri edib, bax, mən burada danışdıqlarımı hal-hazırda sən anlamırsan, problemsiz nə danışıram, hamısını da təkrarlaya da bilərsən, fikir də bildirə bilirsən, anlamırsan bu dediklərimi. İndi burada dediyimin yerinə bu yox, dərs olsa, isim sifət olsa, yenə anlayacaqdın, uşaq da onu anlayacaq. Nə problem, nə fərq var ki? Heç bir fərq yoxdur. Eyni şey, heç bir fərq yoxdur. Amma ən üstünlüyü odur ki, onlayn dərsdə, yəni video dərsdə uşaq geri eləyib, geri qabağa dəyişə bilər. Video təkrar baxa bilər. Bu gün baxa bilməsə, sabah yenidən baxa bilər. Testin orada izahına baxa bilər. Hər tərəfli bu daha faydadır və üstəgəl ən əsası, təbii ki, mən özüm kasıb ailənin kasıb uşağı olduğum üçün bu şeyləri gözəl verirəm. Kaş bizim vaxtımızda belə onlayn təhsil, onlayn sistem əl çatanlıq olardı. İnandırım siz ki, əksərə böyük ballar toplayardı. Həmçində yuxarı nəsildə bu fürsəti vallah vaxtında olsaydı, onlar da bəlkə çox şey eləyə bilərdilər. Və ucuzdur, 30-40 manat. 30-40 manata sən şəhərdə 100, 150, 200 manata, müəllim var 200 manata hazırlıq keçir, bir fənlə. 200 manat müəllimə ödəyib, o hazırlığa gedən şagirdlə bərabər və hətta ondan daha artıq imkanlar əldə eləmiş olacaqsınız. Mən sizə əminliklə deyirəm, tam səmimiyyətlə deyirəm ki, yəni burada heç bir yalan yoxdur. Əminliklə biləsən ki, onlayn təhsillə sən övladına istədiyin təhsili verə bilərsən. Ona görə özünə dərd eləmək ki, yaxşı müəllim yoxdur, yaxşı nə bilim uzaqdır, filan, məsafə filan, bunlar hamısı boş şeydir. Onlayn təhsilə məsələn bizim elə qruplarımıza qoşulub onlayn olaraq uşaqlarınızı oxuda bilərsiniz.
Nömrəni də qeyd edirəm 055 597 0151 də söz gəlişi oldu dedim getdi. Yəni bizdə də hazırlaşdıra bilərsiniz, başqa yerlərdə də hazırlaşdıra bilərsiniz. Baxın, sərbəst seçim sərbəst istəyə bağlı olan bir şeydir. Yəni düzgün müəllim seçimi də burada mümkündür. Yəni bu şəkildə daha gözəldir. Və sonuncu məsələmiz komfort. Baxın, bizim uşaqların ən böyük problemi komfortdur. Komfort, rahatlıq. Sən uşağa nə qədər ki rahatlıq verəcəksən, uşağın bir o qədər təhsildən getdi. Söhbət bütün uşaqlardan getmir, məqsədli uşaqlar var. Bu heç. Bu belə uşaqlar 100% olur. 100%, nə bilim 200% uşaq. Bunları qoydum qıra. Mən ortalama uşaqlardan danışıram. Özüm kimi, mənim övladım kimi, yaxınlarım kimi, yəni tanıdığım uşaqlar kimi də. Yəni da indi dərs dediyim uşaqların içində əcdahalar da var, orta da var, zəif də var, hər cür uşaq var. Demək istəyirəm odur ki, sən uşağa nə qədər ki müəllim, valideyn gəlir, valideyn danışığını deyirəm. Müəllim, mən bu uşağa ayrıca otaq, ayrıca masa, ayrıca kompüter, ayrıca telefon, ayrıca planşet yardım əngülmə ötür ki, sən uşağın evini yıxmısan ki, bunlar da nə eləməlisən uşağa? Nə pisliyi eləyə bilərsən ki uşağa? Və bir də yəni bu qədər üstünlüklə, bu qədər rahatlıqla və yüksək internetlə uşaq necə oxusun, niyə oxusun? Axı ondan asılı deyil, insanın nəfs deyə bir şey var. İstəyir axı. O da girsin TikToka, o da şəkil paylaşsın, o da video paylaşsın, o da videoları izləsin, o da blogerlərin reklamına baxsın, videolara baxsın. Hamı kimi o da istəyir. Bu videonu dinləyənlərin bəlkə 50%-nin günlük telefon statistikası boş yerə bəlkə 5-6 saatdan daha çoxdur. Axı bu səndə də var, hamımızda var. Uşağı da qınaya bilmərik, amma uşağa nəzarət lazımdır, nəzarət. Uşaq nənə yanında, baba yanında qalan uşaqdan bir şey olmaz. Baxın, o ciddi deyirəm, yəni nənə ürəyi yumşaqdır və uşağa nə qədər humanist davranacaqsansa, nə qədər uşaqla belə ay onun özəlidir, ay nə bilim nədir, nə özəl nədir? Özəl deyə bir şey yoxdur. O uşağımın özəlidir, mən onun özəlinə girməyim. Sənə kim deyir ki, gir onun çəkdiyi şəkillərə bax, dostu ilə, məsələn, oğlan uşağıdır, onun dostu ilə yazışmasın, sənə kim deyir ki, bax. Hətta mən şəxsən baxaram, o yerinə qədər baxaram, bəlkə elə dostu ilə onu elə pis bir şey planlaşdırırlar. Mən onu da bilmirəm, təbii ki, özünə sezdirmədən. Yəni, uşaqlara, bu detallara yenə də girmirəm, bunlar da ayrı bir video mövzusudur. Uşaqlarınıza maksimum komfort vermin. Anadolu'da mən xatırlayıram, daimcildə mən qalırdım Şamaxıda, deməli, Axundov küçəsində. Mən nə edirdim? Balaca bir otaq idi, 3-ün 4-ü, bəlkə də 12 kvadratlıq yer, 5 nəfər orada yatırdı, daimcil, mən də orada. Və təsəvvür edin ki, kitabı götürdüm əlimə, çıxırdım soyuq otağa, eyvana və orada gəzə-gəzə. Çünki dayansam ayağım donacaq, yanı var ay. Şamaxı da soyuqdur axı. Dayanmadan bax gəzə-gəzə mən oxuyurdum, səsdə oxuyurdum ki, oxuduğum həm yadımda qalsın, həm göz yaddaşımda olsun görüm. Bu şəkildə mən yəni o cür azlaşırdım. Şamaxının aşağısından, ən aşağı tərəfdə o tanıyanlar bilirlər, körpü tərəfdən düz Şamaxının axırına qədər piyada. Bəlkə 1 saat yol gedirdim müəllim yanına, oradan da geri qayıdırdım. Bəlkə gündə 3 müəllim yanına gedirdimsə, o şəkildə gedib gəlirdim. Yəni rahatlıq olanda isə adam oxumur. Rahatlıq olanda təsəvvür edin ki, mənə sürücü gəlir, götürür. Apa gülməyim gəlir. Sürücü gəlir məni götürdü, apardı, qoydu ora. Gəldi, əlimdə iPhone. Mən niyə oxuyum? Niyə oxuyum? Pulum var, əlimdə iPhone. Evdə ata-ana deyir ki, qorxma, narahat olma, yaxşı oxusun, sən bir dənə maşın alacaq. Yəni, oxuyacağım halda nəsə var. Yəni, bu qədər məni ayrı qoyan şeylər var. Üstəcə, dostlar var. Biri deyir, gedək PlayStation oynaya, biri deyir, gedək filan yerə, biri deyir, gedək kinoya, biri deyir, gedək gəzəyə, biri deyir, nə bilim nə. Üstəcə, oğlan uşağısa bunun hansısa bir qıza maraq ola bilər. Həmçinin qızlarda da bu hallar var ki, deyib qanınızı qaraltmıram ki, mən yüzlərlə problemlər görürəm ki, onlarla da bağlı danışacağıq. Amma sən bu qədər üstünlüyü uşağa verdikcə o uşağın evini yıxırsan. Bax, ona bir dənə sadə telefon ala verirsən. Sadə telefon. Ağıllı telefon. Ay nə bilim müəllim PDF atır. Ay oradan video baxıram. Boş sözdür, nafilə. Nə deyir desin, boş sözdür. Müəllim PDF mi atacaq? Atsın. Uşağın anası var, uşağın atası var, evdə nə bilim başqa adam var. Atsın.
o şəkildə göndərsin, gir onların telefonundan istifadə elə. Ümumiyyətlə PDF atmasın, get müəllimin yanından uşaqların birindən onu çıxartdır. Qorxma, o sənin üçün, sənin uşağın üçün əksilik olmayacaq. Bizdə Elvira şagird var, uşaq kursun ən yaxşılarından. Niyə Elvirin telefonu yoxdur? Balaca bir dənə sadə telefonu, arxasına Ronaldo şəklini qoyub, yazıq uşaq. Telefon nə başına fanarı bir dənə telefondur. Və səlam. Ya o uşaq kimdən geridir? Baxırsan amma hamıda niyə oxumasın o uşaq? Niyə oxumasın? Bir də düşün ki, uşağın da beyni də var, hər şey yerində, amma alıb ona iPhone 15 Pro vermirsən ki, mənim uşağım heç kimdən geri qalmasın. Sənin uşağın savadda, ağılda, tərbiyədə qoy hamıdan öndə olsun. Maddi cəhətdən, yəni bu nəyin əksiliyidir, nəyə düşüncədir? Mənim uşağım, mən özüm kasıblıqla böyümüşəm, istəmirəm uşaqla. Boş şeydir, yox. O boş şeydir. Sabah, amma görəcəksən ki, sən o bəyənmədiyin dostun var, xəsisdir, sevincin biridir, uşağına telefon alıb vermir, uşağına bahalı geyindirmir filan. Onun uşağı gələcək 580-600 balına istədiyi qəşəng yerdə ödənişsiz oxuyacaq, amma sənin uşağın gedib oxuyacaq 200 balından uzaq bir yerdə. Sənə lazımdır mı? Lazımdır mı? Nəyinə lazımdır? Sən uşağı ilə vaxtında düz hər şey gözəldir, amma zamanında. And ola Allaha, mən 4-cü kursda oxuyurdum. Mənə dedi, 4-cü kursda yox, 2015-ci ildə bir kursda işləyirdim. Mənim çıxanda deyirlər ki, mail adresinizi verin. Dedim, nə maili? Mənim heç kim mailim adım yoxdur. Ciddi deyirəm, yəni mailin nə olduğunu bilmədim. Reception belə şokda oldu ki, nə danışır? Maili olmayan adam mı olur? Dedim, yoxdur da, yəni. Bir təsəvvürə yoxdur. Yəni 4-cü kursda mən Facebookun nə olduğunu bilmişəm. Mən 1-ci kursda oxuyanda hamının Facebooku vardı. Amma mən 4-cü kursda bunu bilmişəm nə olduğunu. Ona qədər ancaq işləmişəm, çalışmışam, öz ixtisasım üzrə uşağı azlaşdırmışam və bu qədər zamanımı cəmaatın yatdığı vaxtda mən çalışmışam. Can qoymuşam, zülm çəkmişəm. Cəmaat yatırdı, əylənirdi, kef eləyirdi. Mən 4 il iç zülmü çəkmişəm. Gecə işdə, mühafizədə, gündüz də deməli saat 2-yə qədər dərsdə, 2-dən 6-ya qədər. Bax, günlük rejim mənim nə idi? Saat 18:00-da Şamaxıda Cümə məscidi tikiləndə mühafizədə işləyirdim. 18:00-da girirdim işə, səhər saat 8 tamamda çıxırdıq. Mühafizə, gecə smeni mühafizə. Və 8 tamamda çıxırdım oradan, gedim Şəhriyarda oxumuşam. Gedirdim institutda, 011 vardı, 011. Oturdum maşına, gedirdim ora. Və çıxırdım oradan. Oradan çıxdım neçədə? 2-də çıxdım, gəlirdim. Saat 6-da yenə işə girməliyim. Amma mənim günorta yeməyim yoxdur. 2 manatlıqda benzinim var. O 2 manatla 2 müştəri aparırdım harasa, 1 manatı benzini qalırdı məndə. 2 manat əlavə pul qazanmış olurdum. Həmin o 2 manata gedib bir 3 dənə yumurta, 1 dənə çörək alıb, gedib günorta qayğanaq eləyib, mən yemək yeyirdim, sonra olur tutaq ki, saat 4. 4-dən də 6-ya vaxt var, saat yarım budilnik qurub yatırdım, 6-ya yarım saat qalmışdı, dururdum, deməli, çamadanımı filan, çantamı filan yığdım, kitab dəftərimi götürdüm, getdim təzədən məscidə. Yəni mühafizəyə, məscidin içində yox, tikinti idi. Yenə işə gedirdim. Və bu şəkildə davam edir. Səhəri gün artıq boş olurdu. Və oradan çıxırdım, səhəri gün artıq yenə yuxulu, yenə dərsdən çıxdım, artıq o gün növbədə deyiləm, çıxırdım oradan Sündüyə, Qobustan Sündü kəndi. 3 manat benzin sərf eləyirdi. Niyə o 3 manat sərf eləyirdim? Fikirləşdim ki, gedəcəm, birinci yeməyimi, axşam yeməyimi orada yeyəcəm, səhər yeməyimi də yenə kənddə yeyəcəm, günorta və axşam yeməyimdə anam nəsə varsa evdə oradan qoyacaq və süd, 2 litrlik süd gətirəcəm, xaladenik soyuducuya qoyub, yəni axşamlarımı eyb yox, süd çörəklə bir tərə fırladaram, gedər, ən azından nəsə olarsa o şəkildə yeyərəm. Bax, bu dolanacağım mənim bu olub. Və sonra da o şəkildə Bakıda bir kurs yer tapıram, orada 1-2 şagird götürürəm, gəlirəm, gedirəm, hazırlaşdırıram. Şamaxıda deməli, institutda oxuya-oxuya Bakıda uşaq tapıram hazırlıqda, gəlib dərs keçib qayıdıram. 3 uşaqdan 120 manat pul alıram, yox, 80 manat, biri pulsuz idi. 80 manat pul alıram, amma 120 manat pul xərcləyib gəlib gedirdim. Hər dəfə, həftədə 3 dəfə.
Təsəvvür 5-ci gün axşam günorta gəlirdim, bir dərs, 6-cı gün bir dərs, bazar günü dərsimi keçib axşama qayıdırım təzədən şamaxıya. Bax bu şəkildə. Bu mənim həyatım. Yetim uşaq və sadəcə bir ana, başqa heç kim, kömək edən bir adam yox, motivasiya verən, dəstək verən heç kim yox. Bax təsəvvür edin. Bu əziyyəti çəkirsən, sonunda da Allah bəhrəsini verir. Amma biz uşaqlarımızı o komforta öyrəşdiririk, ondan sonra da batdılar, getdilər. Mən özüm də bugün uşaqlarım üçün şükür Allaha, mənim bir komfortu təmin edə bilərəm, amma bacardığım qədər o bir yaxşı film var, ad çəkməyəcəm. O filmdə nə edirlər? Obrazlar yetimliklə böyüyüblər deyə pis yerdə. Otelləri var, bahalı otelləri var. Orada balaca bir dənə həbsxana kimi tipli bir köhnə yer düzəldiblər. Oradan çıxmırlar. Yatanda, birləşəndə, danışanda gedib orada yatırlar. Niyə deyir, hardan gəldiyimizi unutmayaq. Təsəvvür edirsiniz nə qəşəng söz. Hardan gəldiyini unutmur. Yəni demək istəyirəm ki, insan nə qədər çox komfortda olsa, nə qədər çox rahatlıqda olsa, həm o bir şəxsiyyət kimi yavaş-yavaş çox yanlışlar eləyəcək. Həm də ki, təhsil sahəsində bir uşağa nə qədər çox rahatlıq verəcəksə, o uşaqdan əlinizi üzün. Belə, biraz çox danışmış ola bilərəm, amma düşünürəm ki, sizlər üçün nəyə qədər faydası olar. Nə qədərsə faydası oldusa, nə xoş bizə və söz verdiyim kimi bu şəkildə silsilə videolarımızı inşallah davam elətdirəcəyik və bundan sonra da videolarımızın ardını görəcəyiz. Abunə olmağı da yaddan çıxarmayın. Sağ olun.